Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah Teala Quran-ı Kerimdə Əraf surəsinin 16-cı ayəsində buyurur: Qalə fəbimə əğvəytəni ləəq'udənnə ləhum sıratəkəl müstəqim. Şeytan Allah Teala'ya dedi ki, sən məni aldatdığın üçün, sən məni azdırdığın üçün, sən məni yoldan çıxartdığın üçün sənə doğru gələnlərin düz yolunun üstündə oturacam. Sənə doğru gələn sırat-ı müstəqimin üzərində oturub, sənə doğru gələnləri yoldan çıxaracam. İki məsələ var burada. Alimlər buyururlar, birincisi iblis öz günahını Allahın boynuna atır. Deyir, sən məni azdırmısan. İkincisi və daha əhəmiyyətlisi budur ki, iblisin yolunu gedən hər kəs bu metoddan faydalanır. Özü cinayət işlədir, sonra günahı başqalarında axtarır. Özü səhv edir, sonra təqsiri başqalarında görür. İnsan bəzən diqqətli olsa görər ki, insan günah elədikdən sonra daim başqasını günahkar axtarmağa meyilli olur. Daim başqasında təqsir axtarmağa səy göstərir. Növbəti məsələ ondan ibarətdir ki, şeytan yalnız möminlərin yolunun üzərində oturur. İman hərəkətinə başlamayanla şeytanın çox işi yoxdur. Çünki məqsəd hasil olub. Şeytan istəyir insanlar imana gəlməsinlər. İmana gəlməyənlər zaten onsuz da imana gəlməyiblər. Onlarla çox da işi yoxdur. Ona görə görürsən mömin olmayan, ibadətə qədəm qoymayan insan heç qeybət eləmək istəməz, heç mərdimazarlıq eləmək istəməz. Amma elə ki, iman yoluna qədəm qoyar, bütün pis xislətləri üzə çıxar. Səbəblərindən biri budur. İman yoluna qədəm qoymayan ilə iblisin işi yoxdur. İblis oturur iman yolunda gedənlərin sırat-ı müstəqiminin üzərində ki, onları qoymasın iman yoluna getməyə. Getməyən zaten onsuz da getməyib, gedənlərə mane olur. Ona görə insan iman yoluna qədəm qoysa, bütün potensialını bu yolda qoymalıdır. Bütün qüvvətini bu yola sərf etməlidir. Allah aqibətimizi xeyr eləsin.